Günümüzdə münasibətlərdə ən çox eşidilən sözlərdən birisidir empatiya sözü. Ətrafımızdakı insanlar empatiya məsələsi haqqında danışanda şablon bir ifadə var. Deyirlər ki, empatiya qarşı tərəfin yerinə özünü qoya bilmə bacarığının adıdır. Bu gün istəyirəm ki, bu empatiya məsələsi barəsində çox ön planda olmayan bir məsələ haqqında sizə danışmaq istəyirəm. Deməli, empatiyada qarşı tərəfin yerinə özünü qoymamışdan əvvəl önəmli olan bir məsələ bilirsiniz nədir? Qarşı tərəfin sənə empatiya edə bilməsi üçün lazımi situasiyanı, lazımi şəraiti ona hazırlamaq. Bəzən münasibətlərdə bu istər qadın tərəf olsun, istər kişi tərəf olsun, hər hansısa bir situasiyada deyir ki, o məni başa düşsün, o məni anlasın, demək istədiyimi, mənim nə hisslər keçirmək istədiyimi başa düşsün deyə qarşı tərəfi ittiham eləməyə çalışırıq. Amma özümüzə bir sual verməliyik ki, qarşı tərəfin məni başa düşüb və mənə ona uyğun empatiya edə bilməsi üçün mən hansı şərait yaratmışam? Ona görə də əgər biz bu gün empatiya edə bilmə yoxsulluğundan əziyyət çəkiriksə, bu dolayı yolla bizim özümüzdən də qaynaqlanan bir məsələdir ki, biz özümüzü, duyğularımızı və hisslərimizi qarşı tərəfə doğru şəkildə ötürə bilsə, həmin şəxs də ona uyğun bizə empatiya qura bilməyimizə, ona uyğun bizə empatiya qurub bizə köməklik göstərə bilməyinə, bizi başa düşə bilməyinə gətirib çıxarmış ola bilərik.